Başda 500 deyirlər, mən 400 deyirəm ki, şişirtmə olmasın. Təsəvvür edəcəm 1000 kvadrat metrə yaxın bir ərazi. Salam hörmətli YouTube kanalımızın izləyiciləri. Hazırda Gəncədə tərəfimizdə mansardın izolyasiya işləri icra olunur. Bu aparatı götürməkdən məqsədim budur ki, ərazidə məhsulu istifadə edərkən bəzi texniki qaydalar var ki, onlara mütləq qaydada riayət olunmalıdır. Əks halda məhsulu vuracaqsınız metal örtüyə, töküləcək yerə və bilməyəcəksiniz, məhsul keyfiyyətsizdir, yoxsa səbəb nədir? Yəni, bəzən ərazidə öyrəndiyimiz, bildiyimiz texniki məsələləri sizə öyrənməkdə köməklik göstərir ki, bu sahə ilə yeni məşğul olan dostlar, yoldaşlar, ustalar məhz bilsinlər ki, səbəb nədir? Təsəvvür edin ki, bu köhnədən, yəni gün metala düşmədiyi halda vurulandır. Biz fevralın 21-i Gəncədə gördüyünüz bax, bu 500 kvadrat metr sahənin poliuretan izolyasiya ilə izolyasiya edirik. Təsəvvür edin ki, səhər-səhər dəmiri ölçmədən vurduq. Bizim usta yoldaşımızın biri başı qarışdı, götürdü, ölçmədən vurdu. Vurdu, axan kimi bildik ki, metal örtükdə istilik çoxdur. 36 dərəcə. 36 dərəcə məhsulun vurulan zaman üçün çoxdur, həddindən artıq çoxdur. Ona görə də belə texniki məsələləri nəzərə alın. Misal olaraq indi yeri ölçülür. Görürsünüzmü? 10 dərəcə. Yəni hazırda içərinin hava şəraiti 10 dərəcədir. Amma metal örtüyə düşən istilik məhz neçə dərəcədir? Gördüyünüz kimi bayaqları 36 dərəcədir. İndi deyə bilərsiniz ki, belə xırda istiliyə bu tab gətirə bilmirsə, gələcəkdə yarın 70-80 dərəcə istilik olacaq, onda necə olacaq? Bu bir sual ola bilər, amma bu sual texniki şərtlərlə uyğun gəlir. Birincisi, məhsul yaş olduğu zaman istilik ona təsir qoya bilir. Məhsulun istifadə müddəti var. Bir də quruyandan sonra dəyən istilik var. Quruyandan sonra neçə dərəcə istilik deyirsən, dəysin. Heç bir problemi yoxdur. 150 dərəcə, 200 dərəcə istilik dəysin. Məhsulun halında heç bir dəyişiklik olmur. Amma məhsul istifadə olunan zaman ki, yaş haldadır, qurumayıb, artıq o öz prosesini yerinə yetirə bilmir. Çünki istilik ona təsir qoyur. Belə olan halda əlbəttə ki, hansı hissələrə vurulsa, həmin hissələrdən temperatur çox olarsa, dərəcə çox olarsa, həmin hissələrdən başlayacaq axır tökülməyə. Görürsünüzmü, bu hissələrin hamısı vurulub metal örtüyün istiliyini də sizə göstərdim və tərəfimizdən hazırda Gəncədə mansardın izolyasiya işləri icra olunur. Təkcə bu 500 kvadrat metrlə işimiz bitmir. Məhz aşağıda sizə göstərim ki, təxminən elə 400 kvadrat metrə yaxında, bax, gördüyünüz həmin ərazilərdir. Başda 500 deyirlər, mən 400 deyirəm ki, şişirtmə olmasın. Təsəvvür edəcəm 1000 kvadrat metrə yaxın bir ərazi Gəncədə tərəfimizdən izolyasiya olunur. Xeyirli olsun sahibinə, yeni layihələrində görüşmək ümidi ilə 114 izolyasiya qrup Gəncədə.